Salam dostlar, bugün danışacağıq hashing və encryption haqqında. Encryption nədir, hashing nədir, aralarında nə kimi fərqlər var, hansını harada istifadə etmək daha düzgündür və əsas use case-ləri nələrdir, onlar haqqında danışacağıq. Bunları sizə real example-lar üzərindən izah edəcəm. Minimal şəkildə 1-2 dənə kod snippet olacaq. Əlavə olaraq kod yazmayacağıq, sırf nəzəriyyəyə fokuslanacağıq. Daha sonra WhatsApp üzərində end-to-end encryption necə gedir, ondan danışacağıq və s. Deməli, hashing nədir? Hashing dediyimiz şey bir tərəfli prosesdir. Ona irreversible proses deyirlər, yəni geriyə qaytarıla bilməyən bir prosesdir. Ən çox harda istifadə olunur? Bir məlumat var əlimizdə, o məlumatı şifrələyib harasa bir yerə yazmaq istəyirik. Məlumatımızı hash function vasitəsilə şifrələyirik. Hash functionlar da arxada özləri hash algoritmdə istifadə edirlər. Birazdan göstərəcəm onları sizə. Deyək ki, biz register olduq web saytda. Nə baş verir? Bizim pasportumuz gedib yazılmalıdır bazaya. Pasportu bazaya necə yazmalıyıq? Adi formada yazmaq düzgün hal sayılmır. Həm hackerlər onu əldə edə bilər, həm də proqramistlər, baza ilə işləyən adamlar istifadəçilərin pasportlarını görə bilər. Ona görə yaxşı hal sayılmır. Məsləhətdir ki, həmişə pasport kimi sensitiv məlumatlar bazada saxlanılsın hashlənmiş vəziyyətdə. Bir də var encryption. Encryption iki tərəfli prosesdir. Sən bir məlumatı şifrələyə bilirsən, daha sonra şifrələnmiş məlumatı yenidən açıb oxuya bilirsən. Encryption dediyimiz şey əsasən necə baş verir? Bir məlumat bir nöqtədən başqa bir nöqtəyə çatdırılır. Amma hashing də necədir? Məlumatı alırsan, yazırsan bir yerə. Encryption misal olaraq WhatsApp-ı göstərmək olar. Private chatdır, sən və dostun yazışırsınız, sən mesajı göndərirsən, mesaj gedəndə şifrələnir, şifrələnmiş mesaj çatır sənin dostuna, dostun o şifrəni açır, oxuyur, yenidən sənə mesaj göndərir, o sənə geriyə gəlir və bu formada proses davam edir. Bu şifrələnməni, şifrənin açılmasını falan WhatsApp özü arxada həll edir. Sənə elə gəlir ki, sənə elə salam sözünü göndərmirsən, amma əslində salam sözü getmir. Salam sözü şifrələnir, şifrələnmiş söz gedir, çatır qarşı tərəfə, qarşı tərəf o şifrəni açır, mesajı oxuyur, yenidən geriyə mesaj göndərir və s. Proses bu formada davam edir. Hashing və encryption arasında əsas fərqimiz oldu ki, hashingdə sən həmin məlumatı geriyə qaytara bilmirsən, amma encryptionda şifrələnmiş məlumatı yenidən dekript edə bilirsən. Gəlin daha detallı şəkildə hashingi başa düşməyə çalışaq. Dedik ki, hashing nədir? Bir tərəfli şifrələmədir. Və bu bir tərəfli şifrələməni yerinə yetirmək üçün bizə nə lazımdır? Hash function lazımdır. Ən çox bilinən hash functionlardan biri budur. Məsələn, mən bu sözü hashləyəndə geriyə bu qiymət qayıdır. Buna digest də deyirlər, hash da deyirlər, output da deyirlər. Fərqi yox, bunlardan birini deyə bilərsiniz. Bu sözü bu algoritmdə hashləyəndə cavabı həmişə bu olur. Sən Hello World-dən bu hashi əldə edə bilirsən, amma bu hashdən Hello World-ü əldə edə bilmirsən. Ona görə deyirlər bir tərəflidir. Yəni bunu nə vaxtsa sən təzədən deşifrə edib bunu əldə edə bilmərsən. Belə bir şey yoxdur. Bu ən sadə halda hash funksiyonlarının davranışıdır. Bir də var pasport hash funksiyonları. Onlarda isə fərqi yoxdur. Sən burada nəsə dəyişdin, dəyişmədin. Hər dəfə function işləyəndə geriyə yeni bir qiymət qaytarır. Sən bura hello world-ü 3 dəfə göndərsən, üçündə də tamam fərqli bir nəticə əldə edəsən. Hətta burada heç nə dəyişməsən belə. Burada incə bir nüans var. Deməli, normal hash algoritmləri nəzərdə tutulub ki, dizayn olunub ki, çox sürətli şəkildə işləsin. Amma eyni anda pasport üçün nəzərdə tutulanlar dizayn olunub ki, çox yavaş şəkildə işləsin. İlk görünüşdən adama məntiqli gəlmir, amma bunun əslində böyük bir səbəbi var. Bunun əsas məqsədi odur ki, hackerlər sənin pasportunu təxmin eləməsi üçün daha çox resurs sərf eləsinlər, daha çox zaman, yaddaş sərf eləsinlər. Birinci кейsdə bir hacker sənin pasportunu tapa bilməsi üçün ən yaxşı halda bir saniyədə bu qədər təxmin edə bilər. Amma digər halda bir saniyədə bu qədər təxmin edə bilər. Yəni bu hackerin işini yavaşlatmaq, sənin pasportunun crack olunmasını daha da çətinləşdirmək üçün nəzərdə tutulub. Təxminlər deyəndə mən tam olaraq nəyi nəzərdə tuturam? Nəzərdə tutduğum budur. Rainbow Table. Bu hackerlərin istifadə etdiyi bir cədvəldir. Orada ən çox sındırılan və ən sadə pasportların siyahısı və hash kodları olur. Deyək ki, burada 1 milyon sətr var. 1 milyon dənə pasport və hash kodları var.
Həkerlər ən çox istifadə olunan, deyək ki, ilk 1 milyon pasportları sənin hesabında yoxlayırlar. Hansı biri işləsə, demək sənin pasportun odur. Sənin pasportunu crack eləmiş olurlar. Yəni nəticə etibarilə bu cədvəl həkerlərə vaxt qazandırır. Bu metodları istifadə eləsək, Rainbow Table-la girib həkerlər bizim pasportumuzu tapa bilərlər. Çünki bunlarla şifrələnən pasportların həşləri həmişə eyni olur. Məsələn, 1, 2, 3, 4, 5 pasportunu bu algoritmdən 100 dəfə də şifrələsən, nəticəsi eyni olacaq. Ona görə məsləhətdir ki, pasportları bu algoritmlərdən şifrələyəsiniz. Bu algoritmlərdən şifrələyəndə artıq Rainbow Table-dakı pasportları burada istifadə eləmək olmur. Necə? Nə baş verir arxada? Gəlin indi ona baxaq. Gəlin sortingin nə olduğunu başa düşməyə çalışaq. Bu necə olur ki, Rainbow Table-la parolun tapılmasının qarşısını alır. Deməli, biz indiyə qədər sadəcə pasportu həşləyirdik, həmin həş saxlayırdıq bazada. Amma artıq sadəcə pasportu yox, onun arxasına random string əlavə edəcəyik. Pasport plus random string. Onun ikisini həşləyəcəyik. Həmin o həşi və arxasına əlavə elədiyimiz sözü saxlayacağıq bazada. Həmin arxasına əlavə elədiyimiz random sözə deyirlər salt. Məsələn, fikir verin, burada həmin sözün arxasına salt əlavə edir. O yekun ifadəni həş kodunu tapır. Ən sonunda həm həş kodu saxlayır bazada, həm də həmin o əlavə elədiyi salt saxlayır bazada. Bunun bizə verdiyi avantaj odur ki, artıq həkerlər Rainbow Table istifadə eləsələr belə, oradakı 1, 2, 3, 4, 5-in həş kodu ilə bizim bazadakı 1, 2, 3, 4, 5-in həş kodu üst-üstə düşməyəcək. Və beləliklə bu problemi aradan qaldırmış oluruq. Əgər sən bu algoritmlərin hər hansısa birini istifadə edirsənsə, avtomatik olaraq bu salting backgroundda baş verir. Sənin xüsusi bir şey eləməyinə ehtiyac yox. Gəlin indi kod nümunələrinə baxaq. Bu həmin o kitabxanalardan bir dənəsidir. Bu kitabxana vasitəsilə biz həşləmək istəsək, neyinirik? Pasportumuzu götürürük, göndəririk bunun içərisinə, özü avtomatik arxasına salt əlavə eləyir və bizim pasportu həşləyir. Biz özümüz də istəsək customize eləyə bilərik. Bu formada salt roundu da ikinci arqument kimi metoda göndərə bilərik. Dediyim kimi, bunlar, bu algoritmlər arxada saltı avtomatik olaraq əlavə eləyir. Bunlar sırf pasport üçün nəzərdə tutulmuş algoritmlərdir. Gəlin kriptoya baxaq. Kripto deyə bir library var. Bu library'nin köməyi ilə sən müxtəlif algoritmlərlə hash kodlar yarada bilirsən. Məsələn, burada 2 dənə mesajım var. İkincidə T hərfi böyüklə yazılıb. Yəni bu mesajların arasında cüzi də olsa bir fərq var. Arada fərq var deyə bu hash kodlar ikisi də olacaq tamamilə fərqli. Burada heç bir sortingdən söhbət getmir. Çünki bu algoritmlər backgroundda heç bir sorting eləmir. Sortingi biz manual şəkildə eləyə bilərik. Belə bir random string yarada bilərik və o stringi mesajların arxasına əlavə eləyə bilərik. Daha sonra həmin mesajları hashləyərik. Yəni bu case-də artıq biz manual şəkildə sorting eləmiş olduq. Hansı ki, əvvəlki case-lərdə sorting avtomatik baş verirdi bunların içərisində. Sən buraya heç nə göndərməsən də arxada özü o salt ifadəsini pasportun arxasına əlavə eləyirdi. Hashing ilə bağlı bilməli olduğumuz bəzi best practicelər var. Birincisi odur ki, heç vaxt pasportu adi halda, yəni plain text formasında bazada saxlamaq olmaz, mütləq hashlənməlidir. İkinci olaraq, hashing algoritmləri istifadə edərsənsə pasport üçün məsləhət ki, bu kimi algoritmlərdən istifadə edəsən, hansı ki, arxada özü salting eləyir, salt əlavə eləyir. Həm bu hashlənmiş pasportu bazada saxla, həm də həmin o salt ifadəsini bazada saxla ki, gələn dəfə sən compare eləyə bilərsən pasportları. Və çalış köhnə algoritmləri istifadə eləmə, dediyim kimi. Bunlar sürətli olur, həm hackerin işini asanlaşdırır, həm də heç bir salting prosesi baş vermir burada. Gəlin keçək indi encryption haqqında danışaq. Encryption dediyimiz şey nədir? Encryption istifadə olunur ki, sən hər hansısa bir məlumatı şifrələyib göndərəsən və daha sonra decrypt eləyəsən. Yəni decrypt olunacaq bir məlumatı encrypt eləyirsən sən. İki növ encryption mövcuddur. Birincisi simmetrik encryptiondır. Bu deməkdir ki, ortada bir dənə secret key olur və hər iki tərəf eyni secret key vasitəsilə sənin göndərdiyin mesajı deşifrə edib və şifrələyə bilir. Bu secret key kimin əlinə keçsə, o adam sənin mesajını açıb oxuya bilər. Ona görə burada çox vacibdir ki, o secret keylər hər iki tərəfdə necəsə private bir yerdə saxlansın. İkinci olaraq asymmetric encryption var. Burada isə artıq bir dənə secret key yox,
İki dənə secret key olur. Biri public, biri private. Göndərdiyin mesaj kimin oxumanı istəyirsənsə, onlara öz public keyini verirsən. Onlar sənin public keyini istifadə edərək sənə mesaj göndərirlər. Sənə gələn mesajı sən öz private key ilə açıb oxuyursan. Biraz zaman detallı şəkildə qrafikdə göstərəcəm sizə. Gəlin animasiya üzərindən ilk növbədə simmetrik encryption-ı başa düşməyə çalışaq. İlk növbədə Alice'in secret key var. O secret key verir qarşı tərəfə. Hər ikisində eyni key var. Bu key vasitəsilə mesajı şifrələyir, enkript eləyir, göndərir qarşı tərəfə. Qarşı tərəf eyni key vasitəsilə mesajı dekript eləyir. Yenidən istəsə eyni key vasitəsilə mesaj yazıb göndərir qarşı tərəfə. Qarşı tərəf yenə eyni key ilə onu açır oxuyur. Bu formada proses davam edir. Ortada bir dənə secret key var. Bütün proses o secret key'in üzərindən gedir. Daha sonra bizdə var asymmetric encryption. Burada məsələ nədir? Bu public keylərdir. Yuxarıda gördükləriniz. Aşağıda gördükləriniz də private keylərdir. Deyək, bunun adı olsun Alice, bunun adı olsun Bob. Alice, Boba nəsə göndərmək istəyir. İlk növbədə bunlar öz public keylərini bir-birlərinə göndərirlər. Alice özünün public keyini verir Boba. Bob özünün public keyini verir Alice-ə. Hər ikisində qarşı tərəfin public keyləri var. Amma private keylər yalnız özlərində qalır. Alice deyək ki, qarşı tərəfdən isə göndərmək istəyir. Alice Bobun public key ilə mesajı şifrələyir, göndərir Boba. Bob da özünün private key ilə həmin mesajı açıb oxuyur. İndi Bob deyək ki, Alice nəsə göndərməlidir. Bob Alice'in public key ilə mesajı şifrələyir, Alice-ə göndərir. Alice özünün private key ilə o mesajı deşifr edir, dekript edir və oxuyur mesajı. Proses bu formada davam edir. Sən kimə mesaj göndərmək istəsənsə, onun public keyini bilməlisən ilk növbədə. Həmin adamın public key ilə mesajı şifrələyib göndərməlisən qarşı tərəfə. Qarşı tərəf də onu yalnız öz private key ilə aça bilər. Yəni kimin public key ilə şifrələnibsə, yalnız o adamın private key ilə deşifrə oluna bilər. Yəni də başqa bir nümunəyə baxaq. Deyək ki, sən öz public keyini verdin qarşı tərəfə. Qarşı tərəf sənə hello göndərmək istəyir. Sənin public key ilə o hello-nu şifrələyir, göndərir sənə. Sən də özünün private key ilə o mesajı dekript edirsən və oxuyursan. Bu qədər sadə. Buradan məqsəd confidentiality-dir. Yəni ki, ortada üçüncü bir adam sənin mesajını açıb oxuya bilməyəcək. Yalnız mesajı göndərdiyin adam oxuya biləcək sənin mesajını. Bu da əsas məntiq budur. Daha sonra var asymmetric encryption for authentication. Bu ən çox istifadə olunur digital signature'ları verify eləmək üçün, elektron imzaları verify eləmək üçün istifadə olunur. Burada məntiq nədir? Burada artıq sənin göndərdiyin mesajın kimlərin oxumağı deyil də, burada əsas fokus odur ki, sənin göndərdiyin mesaj həqiqətən səndən gedib. Məsəl üçün, bu case-də mesaj həqiqətən Alice-dən gedib və o mesajda heç nə dəyişdirilməyib. Burada əsas fokus odur. Bu example-da Alice nə edir? Alice öz public key-ini verir qarşı tərəflərə və mesaj göndərəndə qarşı tərəf baxır ki, mən bunu Alice-in public key-ini aça bilirəmsə, demək ki, bu həqiqətən Alice-dən gəlib və heç nə dəyişdirilməyib. Gəlin də asymmetric encryption-la bağlı bir nümunəyə baxaq. Node.js kod nümunəsidir. Crypto library-sini istifadə edirik və generate pay key eləyirik. Public və private keyləri generate edirik. Daha sonra bizim mesajımız var. Bu mesajı həmin public key vasitəsilə enkript edirik. Daha sonra harda mənə lazım olsa orada həmin private key vasitəsilə decrypt edirik. Verin, public key ilə enkript edir, private key ilə decrypt edir. Əsas məntiq budur burada. Gəlin indi başa düşməyə çalışaq ki, WhatsApp bizim mesajlarımızı necə enkript edir. Yəqin ki, mesajı hər bir adam görüb, WhatsApp-a yeni başlayanda və ya hansısa bir yeni chat açanda orada belə bir mesaj olur. End-to-end encryption. Yəni sənin bütün mesajların end-to-end enkript olunub. End-to-end encryption dediyimiz bir modeldir, bir ideyadır. Onu tətbiq eləmək üçün WhatsApp istifadə edir Signal protokolundan.
Hansı ki onun içərisində həm asimetrik var, həm simmetrik var. Hər iki encryption modeli istifadə edir. Burada əsas məqsəd odur ki, sənin mesajını yalnız qarşı tərəf açıb oxuya bilsin. Nə hacker, nə WhatsApp özü, heç biri sənin mesajını açıb oxuya bilməyəcək. Əsas məqsədi budur. WhatsApp nəinki sənin mesajlarını, sənin zənglərini, video kollarını, status elədiyin dəyişiklikləri, şəkilləri, videoları hamısını end-to-end encryption model vasitəsilə enkript eləyir. Əsas arxadakı ideyanı başa düşməyə çalışır. Deməli, normalda simmetrik encryption asimetrikdən daha sürətlidir. Və əgər sən real-time bir chatdasansa, hər hansısa bir applicationdasansa, məsləhətdir ki, simmetrik encryption istifadə edəsən ki, mesajların enkript olunması sürətli şəkildə baş versin. Simmetrik encryption necə işləyir? Eyni secret key həm səndə olurdu, həm də qarşı tərəfdə olurdu. İndi burada problem odur ki, sən eyni secret key qarşı tərəfə necə verəsən? Yəni, iki insan olsa real həyatda, verərsən bir-birinə və bilərsən ki, ortada başqa bir adam yoxdur. Amma sən internet üzərindən verirsən axı bunu. Burada ortada çox şey ola bilər. Kimsə bunu oğurlaya bilər, hansısa bir hackerin əlinə keçə bilər və s. Bu nöqtədə artıq asimetrik encryption istifadə olunur. Çünki ilk növbədə çata başlayanda sən bu secret key-yi bölüşmək üçün asimetrik encryption istifadə edirsən. Deməli, ilk başda asimetrik encryption istifadə edirsən ki, secret key-ləri bölüşəsən, daha sonra yerdə qalan bütün mesajlaşma secret key üzərindən gedir. Simmetrik encryption üzərindən gedir. Ümid edirəm bu məntiqi sizə izah edə bildim.